Salam, dəyərli dostlar, dəyərli izləyicilər. Bugün sizə Masazır qəsəbəsində, Masazırda, Yoncalıq ərazisində 569 nömrəli marşrut xəttinin son dayanacağına yaxın belə bir 3 otaqlı, 1 mərtəbəli həyət evi çəkib təqdim edirəm. Qeyd edirəm ki, evlərimiz sot yarım torpaq sahəsində inşa edilmişdir. Belə bir geniş həyət yanı sahəsi var ki, həyətinə 2-3 avtomobil daxil etmək mümkündür, dəyərli izləyicilər. Açarlar bizdədir. Nə vaxt baxmaq istəsəniz, buyurub əlaqə saxlayarsınız, gətirib göstərərik. Kombi sistemi çəkilib, qazı, suyu, işığı, kanalizasiyası, bütün kommunalları hamısı qaydasındadır. Evdə təmirat son tamamlanma işləri gedir. Onlar da hamısı yekunlaşıb təhvil veriləcək. Gördüyünüz kimi yerdən kürsülüdür və ev özü də hündür ərazidə yerləşir. Marşrut, baxın görsənir. Marşrutdan 15-20 metr məsafədir. Dayanacağa yaxın, səsdən, küydən uzaq ev istəyənlər, bu məhəllələr yeni salınmış məhəllələrdir. Bura yəni Masazırın mərkəzi deyil. Yeni salınmış məhəllədir, sakit məhəllədir. Səsdən, küydən uzaq, özünə normal bir ev istəyənlər əlaqə saxlasınlar. Qoşa daşla tikilmişdir. Baxın, yeri çornopol vurulub, üstündən laminat döşənilib. Deməli, burada yerləşir evin mətbəx hissəsi. Mətbəxi genişdir, dəyərli izləyicilər. Baxın, sizə buradan göstərim. Marşruta yaxın, dayanacağa yaxın, geniş mətbəxlə, rahat 3 otaqlı ev. Bir ailənin tam sərbəst yaşaya biləcəyi bir evdir. Qiymət 59.000 manatdır. Yəni 59.000 manata bugünkü gün Masazırda belə bir evlər az olur satışda. Bura yataq otağıdır. Burada sonuncu yataq otağıdır. Deməli, sənəd torpağın çıxarışı var, evin kupçası yoxdur. Çornopolu vurulub, dəyərli izləyicilər, və bura hamam otağıdır. Deməli, sənəd torpağın çıxarışıdır, alqı-satqı torpağın çıxarışı ilə alınacaq, evin kupçası yoxdur, dəyərli izləyicilər. Buyurun kanala abunə olmağı, videolarımızı izləməyi, bəyənməyi unutmayın.